Təbii ki, Bakının möhtəşəm küləyi və dəhşət soyuğu. Dondum. 2 dəqiqəlik maşından yol gəldim, dondum. Nasıl olan ikisini yarışdıralım da. Boş qalsın sonra. Heç olmasa o yarım çox düşsə. İstəyirsən sən denən təxminini. Hə, biz Mən. Nəsə danışırmış kimi danışın. əlbəttə ki, anar. Mən. Məncə mənim zövqüm qüsursuzdur. Elə bir xüsusiyyət yoxdur. Nə deyim biz yox. Heç nə qəşəng dedin, sağ ol. Bir-birimizə kompliment. Çəkirsiniz. Bilirəm, görüntü zəifdir, amma burada indi işıq açmaq istəmədim. Deməli, Şəbnəm xanım yazdı ki, sabah saat 9-da vaxtın varmı? Ritzdə çəkiliş eləyəcəyik, 14 fevrala özəl. Dedim ki, var və mənə dedi ki, belə-belə bir şey istəyirəm. Deməli, baxdıq ki, bizə lazımdır mikrofon, yəni cütlük çəkilişi üçün. Mən də keçən çəkilişdə mikrofonumu itirmişdim. O gündən ehtiyacım olmadığı üçün almamışam. Təxminən ay yarım olar. Ani bir qərarla dedi ki, mikrofon yoxdur, nə edəcəyik bəs? Dedim, bir dəqiqə. Girdim, seçdim. Mac 3 ilə Mac Mini arasında qalmışdım, amma qiymət olaraq daha münasib olduğu üçün yarım saat ərzində qərar verməyə Mac Mini-ni seçdim. Ona görə gəlin sizə göstəreyim. Təbii ki, üçlü arasında fərqlər var. Məsələn, səsi eksport eləyəndə onu təmizləmək üçün, işləmək üçün və s. Amma mənə çəkilişlərdə çox yaradı, yəni yarayacağını bilirdim. Çünki ChatGPT-yə göndərdim, bütün təlimatlarını oxudum. Eyni ilə vizual olaraq da eynidir. Mənə lazım idi burada mütləq maqnitli olan olsun, kiçik olsun. İnşallah gələn dəfə alınacaqlar siyahısında Ulanzi'nin işığı və əl işığı uzaq məsafə çəkimi üçün rahatdır o. Belə yavaş-yavaş ala-ala gedirik. Görək uğurlu olsun, uğur gətirsin, gözəl işlər çıxaraq ortaya. Burada mən bugünü bitirəcəm. Təbii ki, vlogu yox, sabah vloqa davam edirik. Çünki sabah yenə çəkilişdəyik, tədbirə dəvətliyik. Ona görə bugün burada sizdən sağollaşırım. Хорошо, спасибо, вы как так много людей, много никого поем. Все? Və əlbəttə ki, başlayaq filmin. Çok hayatım, поздравляю тебя. Спасибо. Ha, mən sənin üçün hazırlamışam Qaça suallar. bildim, burada qaça bilməyəcəm deyə. Ay, çox stylish görsənirsən, həmişəki kimi Ayaz. Çox sağ ol. Halda gələrəm. Bu indi sözüydü. Mən vlogumda heç vaxt işığım olmadı da, yenə işıq. Bəs bayaq işıq. Onu belə yandıranda üzümə çox düşür. Çox gözəldir. Amma bilərəm işıq əslində. Bax belə nisbətən görsən, hə bu bana oldu. Sən nə fikirləşsən Aytan bu gün buraya gəlməklə? Mən fikirləşirəm ki, bu arada günün mənim verişimdə də demişdi ki, arzusu aktrisa olmaqdır. Və onda arzusu gerçəkləşdi. Deməli, sənin verişvə gələn həqiqətən də insanların manifesti bəli. Özüm aktrisa ola bilərdim. Bizə Azərbaycanlı belə də evdə bütün artist edirəm, ona görə Praktikalı. Bəs sən? Məndə də. Sən də yaxşı belə rollarda çəkərdin, yaxşı. Deməli, belə klip baş insanlar. Dostlarımızdan xahiş edirik ki, bunu da Bir dənə kinon qalmışdı, onu da gəl. Zahid edim, böyle başlanğıcdır bu. Bir Diyanla danışım, Artural danışım. Nəyə görə maraqlı? Çünki Azər Əydəmir Əli Burada oturmuşam, gəl. Öpürəm səni günü. Həmişə də sən Mexanizm yaratmaq istəyirik, müəyyən bir mexanizm fikirləşmək istəyirik ki, necə film istehsalı çoxalsın,
müxtəlif janrlarda çəkilsin, amma əsas ana qayə sponsor durur bu məsələnin başında. İstəyir dövlətin adını sponsor qoyaraq, istəyir özəl. Biri var akvaryum balığı, biri var okyan balığı. Şahlar məlləyim akuladır. İlk dəfə üçün çox yaxşıdır. Burada kifayət qədər rejissorlar var, məncə mənimlə razılaşarlar. Hər birinizə. Mən gələni çəkməyi unutdum. Gedəndə çəkirəm. Çox gözəl idi. Düzdür, yarısına baxa bilmədim, montajdaydım. Amma çox maraqlıydı məncə. Yenə də çox güldüm. Dedim çıxanda da siz üçün çəkim. Hava o qədər gözəldi. O qədər gözəldi. Ancaq gəzmək istəyirəm. İstəyirəm yoldaşım gəlsin, götürsün məni. Gəzək. En sevdiğim dersler. Baxın, gəldi, kim girdi, bura çıxdı yanıma. Necə gözəlsən sən. Ay can. Ne inirsən? Hal-hazırda yanımda özünü təmizləyir, amma elə yanımdayken dedim danışım. Əslində mən bir şeylərə toxuna bilmirdim. Heç yəni yanıma gələndə mən oradan qalxırdım. Yəni o məkanda olanda xahiş edirdim ki, olarmı çıxartmaq. Təbii ki, bunu soyuq zamanlarda eləmirdim. Ayağımı altıma yığırdım hər zaman məkanlarda. Yoldaşım çox heyvan sevərdim. Mən də sevirəm, amma toxuna bilmirdim. Mənə elə gəlir ki, mən uşaqlıqdan buna öyrəşdirməmişdilər. Mən özüm də heç yəqin ki, addım atmamışım. Deyim ki, çox heyvan sevərdi. Harda nə görür, toxunur, sığallayır, sevir. O məni öyrəşdirdi. Mən artıq küçədə bir şey görəndə belə yəni qucağıma götürürəm, oynadıram, eləyirəm. İndi özümə fərqinə varıram ki, necə bir dəyişiklikdir yəni bu. Bir zamanlar qorxduğum bir şey, indi mənə çox normal və əksinə xoş gəlir. Yəni məni seçməyi. Yəni əvvəl necə baxırdım ki, məndən uzaq olsun, yaxınlaşmasın mənə, indi məni seçməyi belə mənə xoş hiss etdirir. Gözəl bir şeydir əslində. Çox. Hələ də təmizlənir. Çağırmıram, narahat eləmirəm. Qoy işində olsun. Ay necə estetikdir bura. Buranın güzelliği. Ay bayıldım. Tam Semra vibe. Tam. Elə olsa ayağımı qırıb eləməyim də nə olur? Ağır olanda da qar altındakı kabuk. Metre zəmbillə istəyir, amma rozovada da. Bu var, roz üstdən üstünə. Siz sürməyə Belə deyim ki, arxaya elədiniz ayaqqabınızı. Əldə də var, çox yüksək sürətlə sürməyəcəksiniz. Yox, yavaş. Kaldırın qurbanları. Instagram qurbanları. Yəni, yaşamaq istəyirsən də, bu fransız ki. Mən bunları vloglamalıyam, mütləq. Biz bütün maşınları gözləyəcəyik, bura gedib gələn yoldur.
Biz Səki ilə gedə bilmərik, yox? O da düzdür. Amma şey var da, özünün araba üçün falan qoyurlar, Hə, bax, o küçəni tapmaq lazımdır. Buradan ora belə daşıya bilərik. Malakaski bağda gül var aslında. Dağıldı. Səmrəylə testing eləyirik. Ki görək sürməyə alınırım mı? Allah, səni çəkirdim. Dağıldı yoxsa yox? Biraz dağıldı. Mən çıxılı bir dənə backstage yığacam bundan. Storylir bir backstage. Zaten vloga çəkirəm. Ama bu arada değil, backstage'da daha çok Ehtiyatla. Okey. Allah. İndi belə düzünə gedəcəyik. yoksa ya. Mən okeyim. Sən sürməyə davam elə. Mən də səninlə gəlirəm. Sür. Səmrə orada çəkilişdə, amma havanın gözəlliyi, bugün tam çəkiliş eləmək havasıydı da, yəni. Səmrə getdi velosiped verməyə. Mən də arxasınca yeriyirəm. O sürərək getdi ki, daha tez çatsın, versin. Bu arada bayaq marketə girəndə, marketin yanında belə ləziz çərəz var idi. Instagramda görürdüm, yazırdılar ki, bu zaten bilirsiniz də bunu, qurudulmuş dondurma ləziz çərəzdə daha dadlı olur. Hər yerdə dadlı deyil. Dadına baxdım. Dadına baxmışam, paket qutarıb. Yoldaşımla dadına baxmışıq. Həqiqətən də ağ olanı, yəni plan 1-li olanı dadlıydı. Amma bu birlər çox da belə də maraqlı deyil. Biraz da mangolu dadlıydı. Amma pis də deyil. Dəhşət şirindir. Bir də ki, ehtiyac varmı sualını insan verir. Ehtiyac yoxdur, yəni. Mən məsələn belə şeylərə həvəsim, marağım olsa da şirinisi məni vurdu birinci növbədə. İkincisi də ehtiyac yoxdur. Çox gözəldir hava. Xoşbəxt yatıb. Buna bax. Çox rahatdır. Məni də rahat hiss elətdirdi. Çok güzel yerde. Böyle küçük ikramlıklar da koyuyorlar. Çok güzeldi, çok şekerdi. Her masada var bu arada. Buramda size birazdan göstereceğim geçen. Aşağıda. Mənə baxın bir dənə. Buradan Talibə xanım düşüncəni çəkəcəyik. Əlinizi tərəf edə bilərsiniz. Mən buradan çıxıram biraz.
Bayaq vaxt eləyə bilmədim, çəkə bilmədim. Dəhşət tıxac var. Gedirəm Belgiyamda oturmağa. Kamera çox əsir, heç mənə elə gəlir. Gəzirəm deyə belədir. Kitab klubu var, Orhan Pamukun Masumiyyət Müzesi kitabı oxunulur hal-hazırda. Mən Talibə xanımı çəkməyə gəlmişdim və çıxanda Səmranı da gördüm. Səmranı da çox istəyirəm. Keyfim daha da belə düzəldi. Yola baxın bir dəqiqən. Hə, mən məpi yaxşı işlədirəm. Ona görə hər yerə məplə gedirəm. Nəsə, yadımda qalmır bəzi yollar, ona görə. Hə, orada çəkilişlədim, gördünüz zaten kadrları. Gələndə yadımdan çıxmışdı demək. Hazır versiyasını görəcəksiniz. Bu arada Masumiyyət Müzesinin kitabını mən oxumamışam, amma filminin bir bölümünə baxmışıq. İkinci bölümünə bugün baxacağıq. Sabahınız xeyir. Bilmirəm, bugün niyə sabah qoymaq istədim. Bilirəm ki, yəni məni narahat eləyəcək, amma yenə də qoydum. Bugün Ağşəhərdə çəkilişdəyik. Bir gözəllik salonu üçün yeni saç parfümü təqdimatı var. Onu çəkəcəyik. Burada əsas çəkilişin özü deyil. Kadrlar onsuz da standart olaraq götürüləcək. Burada vacib olan montajdır və məncə montajda da mən onu hiss elətdirə biləcəm. Çünki gəlin bir nümunə göstərim. Elə özündən saç parfümüdürsə, saç parfümündə vacib olan şey nədir? Təbii ki, saçda olan təsiri, qoxusunu hiss elətdirmək, yansıtmaq. Əgər çiçək və pudra qoxularıdırsa, meyvə qoxusudursa, təbii ki, bunu necəsə orada göstərmək lazımdır. Bir dənə açılandan hələ gəlməyəm, mən qalmışam deyəsən. Amma axır ki, mən də gəldim. Ay, necə gözəl mənzərəsi var. Bizə bir şey etiraf edeyim ki, mən donuram. Hava günəşlidir falan, amma çox donuram. Baxın, bu 2x-dir, bu indi 1x-dir, bu da 0.5-dir. Məsələn, 0.5, 1, 2, 3. Nədir? Hə. Ümid edirəm, açsan deyə eləmirsən. Üstümdə heç nə yoxdur. Ay Allah. Hə. Hara getdin? Necə gözəlsən. Aha. Əlinizdə eyni zamanda mənə hərəkəti lazımdır. Qəşəng gün gəldi. Aha. Hoşlandın yoksa hoşlanmadın diye? Yok, yemeği. İki saatdir bunları açmağa çalışırıq. Çox sıx bağlamışlar, çox böyük və qalındır. Necə gözəldir renkləri. Qəşəngdir. Hə, mən də onu deyəcəkdim. Mən sizə çəkmədim. Cibim yoxdur mənim. Açılmayıb cibim. Gəlmiş icabəyəm. Aykinslə çəkilişimiz olacaq birazdan. Orada senaryo düşünülür, danışılır. Bugün Ayten'in güzelliği. Güzelliği. Gözlərinin gözəl. Hibət edirdi bizə. Hə, ayıb. Mən də otum çayın içimdə. Ağıllı. Aça bilməm. Heç kim kömək eləməsin. Heç kim ona kömək etmir. Hoş geldin Nevan. Bilə-bilə sənə kömək eləmədik. Bilə-bilə sənə kömək eləmədik. Gözükmüşəm ya. Qonaq yoxdur, məni gözləyirsən. Biz doğrudan da operator niyə gözləyirik görəsən, hə? Önceden çəkiliş eləməyə, reklam çəkilişi. Necə sən şəkər? Niyə sifətindən zəhrimar yağmışam?
Aa, okey. Ona görə biz rəvan heç də deyilməyik. Gid otur bir dənə. Mörsüdüm. Bu arada highlight da çox var mənə gələcəyim kimi parlaq. Bir ömrümdə çıxıb. Bir də kör oluram rəvan. Bilmirəm bu mənim işimdə yoxsa yox, amma ki çoxdur. Həmişəkindən güclüdür bu. Hə, hiss edirəm hazırlıqla gəlmiş. Kör eləməmiş mən bunu. Sən onları gətir. Mənim bilməm. İkimiz çox uzaq düşürük yoxsa? Yəni Hə, oja gedək. Hə, oja ikimizin kadrına gedək. Onu qoymaram. Bunu qoyaq, bunu conversation şey eləyəcəm. Hamısını. Mən bu sırada gözlərim yaşardı. Burada. Məncə hə. Hə, məncə bəs. Həqiqətən. Səncə. Biz orada necə görsənirik? Yenə baxaq akrasını. Burada. Məncə hə. Hə, məncə bəs. Həqiqətən. Səncə. Biz orada necə görsənirik? Yenə baxaq akrasını. Bu arada mən Şafora gəlmişəm. Nə? Şaf oradadır. Ay sağ ol hayatım. Mən də deyirəm niyə mənə gül vermir? Necə sənin? Nə belə sual. Əgər bu brend bugün bu brendi bugün sıfırdan təzə danışıram 3 aydan sonra dilim dolaşır. Ben bunları açtım. Şey biliyorsun be. Xoşbəxtsən. Deyir özümü kömək... Xoşbəxt yiyəcəyir. Deyir özümü xoşbəxtdirəm. Kömək edirmiş kimi göstərir. Sadəcə yerlərini dəyişirəm o qədər. Sən ki sınıfda mahkəməyə var imiş. Gördün. Bu aytanın da. Hə, və məsələn deyirəm, ayda sevgilim, nə oldu, şafla niyə danışmırsın? Ürəyi açıqsan. Nə açıq deyim də. Mən indiyənə qədər Instagram sayəsində tanıyıb da, sonra münasibətim çox yaxşı olub və yaxud da münasibətimi bitirdiyim insanlar olub. Amma deyirəm ki, bizim işimiz budur. Yəni, bazı əməkdaşlıq belə şeylər, yəni kiməsə amma təbii ki, kim istəyir, Deyəsən bir rəng olsaydı nə olardı? Bax məsələn, Rəvan demən ağ-qara, mən dem qəhvəyi. qara olardı yəqin. Və qaraya boz. Qara ya da boz. Boz olardı yəqin. Niyə? Nə bilim, nə ağ, nə qara, belə orta. Bax məsələn mən ona görə qəhvəyi ki, özümü isti hiss edirəm. Yəni daha doğrusu rəngi isti hiss edirəm. İçimi belə xoş eləyir. Ona görə qəhvəyini seçərdim. O rəng mənə elə bir vibe verir. Fərqdir, ağ, qara. Biri ikisi bir yerdə ağ, qara, yoxsa fərqdir, ağ. Ya ağ ya da qara. Sən vapşı zıtı, ya ağ ya qara. Sən özün də ya ağsan ya da qara. Alsın qara. O da düzdür. Nə bilim. Çox qalıb görəsən, ancaq oyundu yoxsa? Bitir. Daha boyamı yenileyim. Bugün niyəsə saçımı belə yıxmaq istədim. Normalde çox yığmıram belə. Sadəcə özüm eləmirəm, eləməməyə çalışıram. Məsələn, öz qazancımla ilk dəfə özümə brand bir şey almışdım. Gucci-dən ayaqqabı, çanta almışdım. Çox sevindim. İstəyirəm bacı. Hə. Qalancın. Mən qısaca bir şey deyim xanımlara da bir məsləhət kimi. Eyvallah, Çörək istəyirəm. çıxmadı yəqin. Yox, sənə də gələcək. Mən görürəm bu potensialı bunun üçün. Ay, mən qorxuram kim deyir. Əllərim kim deyir can. Eldə bütün atları silib Nəcibə qoyarsan. Nəcibə. Araya da bir şey. Yox, bayaqlar hə yoxudasın. Peki o oyunda var ki dəyişir orada. Amma heç o Xahiş edirəm olduğu kimi paylaşın və heç bir edit eləməyin. Mən sənə bir şey deyim, heç kim deyə bilməz ki, mən edit eləmişəm. Dedilər, təsəvvür Yox, və müsahibədə. Doğrudan da, yəni ki, biz mən ancaq nəyə kəsə bilərəm? Çünki olur ki, bu qonaq düşünür və o düşünməyə kəsə bilərəm ki, biraz xas yaradır. Sən yox, mən elə ondan çəkəcək. Bunu sonra mən Reels kimi də Instagramda verərəm. Nəsə fikrim var, düşüncəm var. Sən düşün. Stop edeyim, o da düşünsün, yaxına gəldi. Xoş gəlmişdin. Xoş gəlmişdin dedim, mən görmüşəm. Xoş gəlmişsən. Görüşməmişəm mən. Xoş da gelirsən. Xoş da gəlirsən. Ən çox mən bir gələndə sevinirəm, bir də gedəndə sevinirəm. Sən yaxşı gəldin, yaxşı da gedəcəksən. Həyatım. Necə olmalıdır? Çalışın həyatınızda sevgini uzaqlaşdırın.
yerləşdirərik. Nəsə reels dedi çəkirik. Deyirəm, sən onu telefonuna çəkərik. Sən bunu Sağlamlığa cavab. Mən gələn çəkiş alsan da yapırsan. Mən əslində dekabrda Amerikada olmuşam. Aha. Amerikanın A hərfi qalmayıb. Amma Prosta fərqli klokların içindədir. Onun gülümü yox Ayşə. Çünki eyni paketim, hədiyyə paketim yox idi. Hədiyyə edirəm. Sonra Jo Malone-da hədiyyə deməli sənə aiddir bacı. Burada yəni həm kanselyariyadır, həm də ki Victoria Secret'dir. Çox sağ ol Ayten. Necə gəlmədiyi üçün sən burada bir futbolkadır, ikisini də götürürüz. Bizə Amerikadan hədiyyələr gətirib. Sən Adidas Amerikadan arzum yok. Arzu bana. Bir de ki Tommy'nin paketinde Levi's düzüyle de Allah Da, düzdür. Levi's'ti. Levi's, orijinal Levi's o. Ben de unutmuşum Sen de değilsin Levi's. Levi's'ten böyle futbolka rengini özü seçmişti. Göndermişti müşteri sırtı kimi seçtansı izleyip. Oradaki Tommy'deydi. Buyurun canlarım benim. Qiymətləri hamısını kəsmişəm. Lanet olsun. Bu da sənin. Çox sağ ol Ayten. Düşündüyün için. Elimde o kadar şey var, üstümde o kadar şey var ki necə vlog çəkirəm heç özüm də bilmirəm, inanın. Hava çox soyuq da hələ özümə gələ bilməmişəm. Bugünlük çəkilişimiz də bu qədər. Demək olar ki, bundan sonraki gündə artıq biraz yoldaşımla vaxt keçirəcəyik. Akşam yemeğine çıxmaq istəyirik. Ondan sonra da günü bitirərəm yəqin ki, çünki gördüyünüz bütün çəkilişlərin, yəni vlog ərzində gördüyünüz bütün çəkilişlərin montajlarını eləməliyəm. Düz artıq 2-3-ünü vermişəm. Biri qalıb. Onu da bitirəcəm. Eyni zamanda vlogu da montaj edeyim ki, sabah sizinlə paylaşım. Məqsədim odur ki, bazar günləri 12-1 arası üçün paylaşmaq. İnşallah ki, çatdıraram. İzlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Əgər ürəyinizdən gəlirsə, kommentdə yaza bilərsiniz. Çox sağ olun. Öpdüm.